Bilirsiniz, mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud müəllim haqqında demək mənim üçün bilirsiniz, çox fəxrdir. Çünki Umud müəllim əli ilə, canı ilə, əsl mənada düşüncəsi ilə, təfəkkürü ilə əsl mənada Azərbaycanı xoş görmək, Azərbaycanı xilas olunmuş səviyyədə görmək onun uzun illər bundan əvvəldə arzusu idi. Və bugün də o əsl mənada möhtərəm prezidentin zirvəyə qalxdığı məqamları hər yerdə deyir, necə deyərlər, tirajlandırır. Hər yerdə Avrasiya Mətbuat Fondunda demək olar ki, dünyanın hər yerinə o şad xəbərlər, qələbə xəbərləri yayılır. Bu əlbəttə ki, Umud müəllimin zəhmətidir, onun dünya görüşüdür, onun dövlətçiliyi olan sadiqliyidir. Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud müəllim səmimi qəlbdən öz adından, böyük bir teatr ordusu adından səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı və bir dənə də söz deyim. Sükanı belə saxla, Umud müəllim.